tam təmirli, tam əşyalı, qanuni 2 otaqlı mənzilimiz gördüyünüz bütün əşyalarla birlikdə çox münasib qiymətlə satışa çıxır. Dostlar, mənzil qanuni 2 otaqdır, orta blokda yerləşir, sənədlər tam qaydasında. Videonu tam ətraflı olaraq sizin üçün təqdim edəcəm. Yenə də qeyd edim, gördüyünüz bütün əşyalar satış zamanı mənzildə saxlanılacaq. Təqdimata başlayırıq. Bura mənzilin zalıdır. Gördüyünüz bütün əşyalar zalda saxlanılacaq. Zalın ölçüləri hardasa 20 kvadrata yaxındır. İndi isə növbəti otaqları, sanuzel, sanitar qurşağı, mətbəxli sizin üçün təqdim edəcəm. Bura mənzilin yataq otağıdır. Ölçüləri hardasa 15-16 kvadrat geniş ölçüləri var. Təqdim etdiyimiz hissə mənzilin mətbəx hissəsidir. Gördüyünüz kimi mətbəx mebeli yığılıb, hazır vəziyyətdə soyuducusu, paltar yuyan maşını, qazı, aspiratoru. Yəni mənzilimiz hazır vəziyyətdə olan bir mənzil. Bu mənzili alan şəxs, inşallah Allah xeyir versin, köçüb yaşaya bilər. Yəni bütün əşyalarla ev təchiz olunub. Mənzilin qazı, işığı, suyu daimidir. Sənədlər də tam qaydasında. Mənzilimiz ipotek ya da yararlıdır. İndi isə dostlar, sanuzel, sanitar qurşağı sizin üçün təqdim olunacaq. Mənzilimizin qiyməti indiki bazar üçün həqiqətən çox münasibdir. 9 mərtəbəli 2 ev layihəli binanın 7-ci mərtəbəsində yerləşən mənzilimiz orta blokda yerləşir. Mənzilin bir daha qeyd edim, qazı, işığı, suyu daimidir. Sənədlər, qupça, texpasport, bütün sənədlər qaydasındadır. Yerləşmə yerinə söz ola bilməz. Bakıxanov qəsəbəsində ən gözəl yerlərdən birində yerləşir. Yəni məktəbdir, bağçadır, böyük ticarət obyektləri hamısı evin yaxınlığında yerləşir. Heydər Əliyev adına parkın arxası, Park Plus ticarət mərkəzi ilə üzbəyüz bina, marşrut xətti də Neftçilər metro stansiyasına birbaşa binanın qarşısından keçir. Dostlar, mənzilimizin qiyməti 155 min manatla satışa çıxıb, tam əşyalı vəziyyətdə. Real alıcı olarsa ev sahibi ilə qiymətdə razılaşmaq mümkündür. Onu da qeyd edim ki, dostlar, binanın lift sistemi də yenilənib, yəni yeni liftlər quraşdırılıb. Məhəlləsi genişdir, maşınların parkovkası üçün, uşaqların oynamağı üçün hər bir şərait yaradılıb.